Qorxuram. Mən 6 ildir birini istəyirəm. Biz ondan ayrılmışdıq. 2 il bundan qabaq ağladım. Hər şeyi öz şotuma düzəltdim. Öz gücümə düzəltdim. Saat 2-də də getmişəm, 1-də də getmişəm. Ancaq onu deyib onu ağlamışam. Mən öz gücümə hər şeyi düzəltdim. Hər şey yolundaydı. İşinə gelirdi, evinə gəlirdi, bizə gəlirdi, çay içirdi. Yəni hər şey yaxşı idi. Əməliyyata girəndə də dedi sağ-salamat get çıxırım. Yəni biz ona elə olmuşuq. İstəməyən adam buna baş aça bilmirəm də. Yəni mən harda səhv edirəm. İstəməyən adam bunları eləməz. Mən səni sevirəm də deyib. Özü danacaq, amma deyib. Deyir mən istəyirsən, deyir də hə. Mən ona demirəm, mən hər gün səni sevirəm desin, amma bildirirdi. Başa düşürsən, uşaq deyiləm, görürdüm. Anası getdi, cadu piti elətdirdi. Oktyabrın əvvəlləri idi ki, o məndən təmiz qopdu. Əvvəl deyildi, sonu idi, məndən təmiz qopdu. 5-6 gördüm. Yavaş-yavaş əməliyyat girən günü soyur məndən. 8-9-u görüşdük ondan sonra. 20-25 oldu. Dəfələrlə mən buna yazıram, gəl görüşə. Gördüm, soyur məndən. Gəlmir. Yanına can dərdi deyir ki, hə, yaxşı, görüşək. Bəhanə axtardı, sən necə, mənə uzaqlaşmaq istəyir, qırıla qalıb. Axırıncı zəvədə mən ondan görüşəndə Allah'ın olsun heç nə eləmədim. Oturdu maşına, vurdu birdən-birə başına. Mən də belə baxıram ki, deyirəm, Aziyat, nə olub, nəsə eşitmişsən məndən? Bilirəm, axı, heç nə eləmirəm, səhvim zadım yoxdur. Görürəm ki, nəsə axtarır, mənim çepimi axtarır ki, məndən uzaqlaşsın, mən də heç nə eləmirəm, ha. Qayıtdı, dedi ki, böyrəyim ağrıyır, başım ağrıyır, mən uzaqlaşmaq istəyirəm. İkimiz üçün də bu yaxşı olacaq. Mən də inansan, canımdan can gedir. Söhbəti hələ tuta bilmirəm mən. Mən bilməm.